Kanala xoş gəlmisiniz, əziz izləyicilər. Bugün evdə təbii nəfəs məşqləri ilə öskürəyi dərhal necə dayandırmaq olar, onunla bağlı danışacağıq. Kanala hələ də abunə olmamısınızsa abunə olun və videolar barədə vaxtında xəbər tutmaq üçün bildirişləri açın. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Xəbərdarlıq. Bu video təhsil məqsədləri üçündür və tibbi məsləhəti və ya müalicəni əvəz etmir. Öskürək xüsusilə gecə yatmaq istəyəndə olduqca bezdirici ola bilər. Aşağıda qeyd etdiyimiz qədim nəfəs məşqi bu problemdə sizə kömək edəcək. İlk olaraq bir stəkan 250 ml isti su içməlisiniz. Suyu dözə bildiyiniz qədər isti için, buxar boğazdakı iltihabı azaltmağa kömək edəcək. Bunu etdikdən sonra burnunuzu yaxşıca təmizləyin və mümkün qədər çox seliyi xaric edin. Öskürəndə ağzımızdan çıxan hava təxminən 80 km/saat sürətlə xaric olur. Bu, normal nəfəs alıb vermə ritmimizi pozur və bizi daha çox öskürməyə vadar edir. Bunu dayandırmaq üçün yalnız burunla nəfəs almağa başlayın. Burundan öskürməyi öyrənin və 8-10 saniyəlik dərin nəfəs alın. Bu cür nəfəs alarkən bədəndə karbon qazı toplanır və bu, yenidən öskürmək hissini azaldır. Bunu nə qədər çox etsəniz, bir o qədər asan olacaq. Ağızdan öskürmək istəyi güclü olacaq, amma bu hissə qarşı durun və burunla yavaş-yavaş, dərin nəfəs almağa davam edin. Bu tənəffüs ritminizi tənzimləyəcək və oksigenlə karbon qazı səviyyəsini balanslaşdıracaq. Az miqdarda hava alın, amma nəfəsi tam və dərindən buraxın. Bu, cüzi oksigen çatışmazlığı yaradaraq ağciyərləri və boğazı sakitləşdirəcək. Rahatlayın. Prosesi tələsmədən sakit şəkildə aparın və bədəninizə zaman tanıyın. Əvvəlcə içdiyiniz isti su yapışqan seliyi və bəlğəmi yumşaldıb parçalayacaq. Qətiyyən şəkərli öskürək siroplarından istifadə etməyin. Bu cür dərmanlar qısa müddətli təsir göstərir və sonradan daha çox selik ifraz edərək yuxu zamanı sizi daha pis vəziyyətə sala bilər. Əgər öskürək 18 gündən çox davam edirsə və ya ağrılar çox güclüdürsə, mütləq həkimə müraciət edin. Tezliklə sağalmağınızı arzulayıram və ümid edirəm ki, rahat bir gecə yuxusu keçirəcəksiniz. Dinlədiyiniz üçün çox sağ olun, videonu bəyənin. Və daha çox sağlamlıq videoları üçün abunə olmağı unutmayın. Sizlərə can sağlığı, zənginlik və xoşbəxtlik arzulayıram.